Toyuqdan evdə tez bazar hazırlaya biləcəyiniz çox ləzzətli dönər resepti paylaşıram sizlərlə. Toyuğun sinə ətini xırda şəkildə doğrayıram. Üzərinə duz, istiot, bol paprika və biraz sarı kök əlavə edib yaxşı qatışdırıram. Dadları bir-birinə keçsin və 30 dəqiqə soyuducuda gözlədirəm. Daha sonra isə tavaya yağ əlavə edib toyuğun sinə ətini tavaya əlavə edib bişirirəm və bişənə yaxın isə üzərinə yenidən biraz paprika əlavə edirəm. Siz istəsəniz etməyə də bilərsiniz. Mən lavaşla hazırladım. Siz istəsəniz çörəklə də hazırlaya bilərsiniz və hazırladığım lavaş nazik lavaş olduğu üçün 2 ədəd lavaşdan istifadə etdim. Üzərinə ilk öncə ketçap, mayonez, hazırladığım toyuğun sinə ətini, keşni, şüyüd, xiyar, pomidor, istəsəniz soğan da əlavə edə bilərsiniz və hər bir tərəvəzi də əlavə edib bu şəkildə bükdüm. Daha sonra isə tostra əlavə edirəm. Tostrada da 2-3 dəqiqə saxladıqdan sonra doğrayıb servis etdim. Çox ləzzətli alınır. Xüsusilə də uşaqlar bunun dadını çox bəyənirlər. Bizdə fikir olsun deyə paylaşdım. Əgər evdə uşaqlara dönər hazırlamaq istəsəniz, tez bazar bu üsulla hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.